Salam millət, hər vaxtınız xeyir. Bugünkü dərsimizin mövzusu ICT Market Maker modeli olacaq. Bu dərs hər birinizin diqqətlə qulaq asmanızı istəyirəm, çünki çox vacib mövzudur. Yanlış xatırlamıramsa, ICT-yə mən dinləyən vaxtları, videolarını izləyən vaxtları o demişdi ki, bütün strategiyaları əlindən alsalar belə, sadəcə bu model mənim üçün yetərlidir. Yəni, bu modelin nə qədər avantajlı və həqiqətən də perspektiv olduğunu bir növ önə qoyur. Ona görə bu dərsə hər birinizin həm diqqət almağınızı, həm dəftərlərinizi çıxartmağınızı, qeydlərinizi aparmağınızı və bütün dərs boyu izlədikdən sonra bu iki hissəli olacaq. Birinci hissə nəzəri olacaq, ikinci hissə praktikal olacaq. Bunu həm Power of 3 ilə əsasən istifadə etməyinizi tövsiyə edirəm. Sonra Power of 3 bitdikdən sonra yenə Market Maker modelinin üzərinə gələcəyik. Çünki bunu mən qızılda fərqli cür istifadə edirəm. Əlavə olaraq. Ona görə yəni, bu dərsin üzərindən dayanmadan 1-2 dəfə təkrar keçəcəyik. Amma hal-hazırda Power of 3-in içərisində iki cür olacaq. Bir nəzəri, bir praktiki. Ona görə dəftərləriniz hazırdırsa, buna yəni boş-boşuna baxmayın. Açın dəftərinizi, qrafiki qoyun qarşınıza. Bütün videolarda xahiş edirəm belə edin. Çünki mənim paylaşdığım videolar hamısı, yəni görürsünüz ki, sırf hədəfə fokuslanmadır. Yəni əlavə heç bir məlumat yoxdur. Ancaq necə strategiyanı inkişaf etdirmək olar, necə bir strategiya üzərində həqiqətən formalaşdırmaq olar ki, özünüzü inkişaf etdirmək olar ki, həmin strategiyanı siz dərindən mənimsəyib uğur qazanasınız. Bəlkə də həqiqətən bu model karyeranızın dəyişəcək modellərdən ola bilər. Çünki çoxunuz ya yeni başlamışsınız, ya da müəyyən strategiyaları mənimsəyirsiniz, amma olmur. Ona görə bir modelə fokuslanmanız hər zaman daha yaxşıdır. Və yaxud da hər hansı bir strategiya, yəni strategiya halına gəlmişsə artıq, bu deməli müəyyən win rate qoyub ortaya, düzdürmü? O win rate yaxşıdırsa, win rate qane edicidirsə və bir modelə fokuslansaz əgər, inanın ki, daha uğur qazanmaq ehtimalınız çox yüksəkdir. Tamam, keçək modelimizə. İlk öncə burada nəzər isə aydın şəkildə izah olunacaq. Market Maker modeli, burada X yazmışam, MMX emdadır. Bu niyə görə X yazılır? Çünki buy model və sell modeli var. Həm qalxış yönlü, həm düşüş yönlü. Ümumi baxış bu şəkildədir ki, Market Maker modeli nədir? Market Maker modeli bazarda böyük oyuncuların necə likvidliyi toplayıb, sonra qiymət hansı istiqamətə aparmalarını izah edən bir modeldir. Bu modeldə əsas fikir, əvvəlcə stoplar partladılır, stoplar təmizlənir, sonra əsl trend başlayır. Bu zaman burada dönüş nöqtəsi olacaq. Dönüş nöqtəsində liquidity sweep var. Əslində onunla bağlı da video çəkmək istirdim. Bundan öncə Turtle Soup-la bağlı. Əgər ehtiyac olsa, yorumlarda yazarsınız millət ki, yəni ehtiyac varmı Turtle Soup-la bağlı video çəkim, yoxsa yox. Çünki bilməsəniz, bu mövzunu başa düşməyiniz çox da dərin olmayacaq. Çünki ora bizim üçün çox vacibdir. Ümumiyyətlə Turtle Soup ICT-də çox vacibdir. Ona görə istəsəniz video çəkərəm. Amma düşünürəm ki, çoxunuz bilir deyə və çox da çətin mövzu deyil deyə sonra mövzuya girməmişəm. Bazar anlayışı var burada. Ümumiyyətlə bazar anlayışından da əlavə market hərəkət edən zamanı necə ümumiyyətlə Market Maker modeli yaranır? Gəlin ona bir baxaq. Burada sizlər üçün bir nümunə hazırlamışam. Həm ümumi bir nümunə, bir də qrafik üzərində. Bu buy modelidir, gördüyünüz kimi. Burada əsasən ilk öncə bizə lazım olacaq buy modellərdə orijinal bir konsolidasiya olmalıdır ki, market müəyyən bir yığılma eləsin. Bu yığılma etmə səbəbi ümumiyyətlə market görəcəksiniz burada yatay hərəkət edir. Yəni normalda market ya qalxır ya da düşür, düzdürmü? Amma bir də yatay hərəkəti var. Yəni burada konsolda olur. Market nə yuxarı gedir, nə aşağı gedir. Konsolda olduqdan sonra düşüş yönlü bir hərəkət edir. Bir çıxış deyirlər buna, çıxış edir. Çıxışdan sonra yenə bir akümülə başlayır burada, akümülyasiya başlayır. Burada diqqət etməli olduğumuz məqam 2 akümülyasiya olmalıdır minimum. Yəni minimum 2 akümülyasiya etdikdən sonra, bax burada minimum 3 ola bilər, 4 ola bilər, amma minimum 2 akümülyasiya eləməlidir ki, biz Market Maker modelin artıq yarandığını görək. Burada orijinal konsolidasiyadan sonra. Yəni bununla bərabər bunu da saysaq 3 minimum. Akümülyasiya 1, akümülyasiya 2, akümülyasiyada görəcəksiniz kiçik yığılmalar olacaq ki, yəni market müəyyən IPD dərsində bunun əslində o da videonun çox dərindən izləmişsinizsə, orada buna aid nümunələr çoxdur. Yığılmalar, yığılmadan sonra marketin çıxışı. Burada gördüyünüz kimi gəldiyi trend istiqamətində çıxışlar eləyib. Yenə gəldiyi trend istiqamətində çıxışlar eləyib. Üçüncü mərhələ, gəlin buna baxaq. Bunu burada izah etmişəm bircə saniyə. Marketin reaksiyanın gəldiyi zonalar. Bu zonalar burada hamısını yazmışam. Order blok ola bilər high time frame-də, yəni yuxarı zaman dilimində. Fair value gap ola bilər. Sonra mitigation blok ola bilər.
sonra rejection block ola bilər və yaxud da digərləri. Mən düzdür, çoxuna heç burada əsasını istifadə etdiyim order blockla FVC-dir. Digərlərinə baxmıram, amma əsas burada məqsəd marketin dönə biləcəyi yerlərdir ki, market oradan reaksiya alsın. Misal üçün burada bir yer, deyərəm ki, market qalxıb, düzdürmü? Bu saatlı qrafikdir və buradan qalxıb. Burada gördüyümdə görə market buradakı bloka geri dönüş eləyir və bu blokdan sonra qalxır. Bu 4-cü gün əməliyyatı idi, yanım qalır, qızıldadır. Burada market diskount'a düşür, diskountdakı blokdan reaksiya alır. Premium diskount mövzusunda yəqin ki bilirsiniz, çünki onu mən paylaşmışdım. Baxmamısınızsa əgər mütləq onu izləyin. Çünki burada çox lazım olacaq. Praktikada göstərəcəm. Premium diskount niyə lazımdır? Aha. Biz bayaq izah elədik ki, marketin dönə biləcəyi səviyyələr var. Burada yazmışam high time frame-də önəmli səviyyələr. Market onlardan birinə toxunduqdan sonra, yəni blok ola bilər, FVC ola bilər, hər hansı bir, yəni blok dedikdə əslində rejection block, breaker block, hamısı gedir içində. Mitigation block. Bunlar olduqdan sonra, bunları təmas elədikdən sonra biz nə gözləyirik marketin oradan artıq qalxış əmrlərini aktivləşdirməyə. Burada market əslində bunu burada daha aydın göstərmişəm, bizdə saniyə. Gəlin burada baxaq. Aha, burada daha aydın var. Yaxud da digərində. Sırf oranı göstərmək istəyirəm. Aha, burada Smart Money Reverse, yəni marketin dönə biləcəyi o az öncə dediyim yerlərdir. Burada gördüyünüz kimi bir orijinal konsolidasiya, sonra akümlə 1, akümlə 2 var. Burada market nə edib? Market bu bloka təmas edib, yaxud da FVC, fərqi yoxdur, orada nəsə var. Dönə biləcəyi səviyyədir və burada market öz likvidliyini də təmizləyib. Liquidity sweep eləyib buranı, turtle soup deyələm. Buranı təmizlədikdən sonra artıq biz burada marketin yavaş-yavaş təsdiqlərimizin əməliyyata daxil ola bilərik. Təsdiqlərimiz nədir? Bundan əvvəl giriş modellərində öyrətmişdim. Burada FVC ola bilər, EFVC ola bilər, blok ola bilər və s. Market structure shift ola bilər və yaxud da ki, MSS, daha doğrusu BOS gələ bilər. Bu tipli təsdiqlər gəldikdən sonra ki, praktikada bunları aydın şəkildə göstərəcəm. Gəldikdən sonra artıq biz əməliyyata daxil ola bilərik. Bura əslində çox gözəl nümunədir. Bunu qrafik üzərində göstərəcəm. Burada hər iki ideal bir təsdiq var burada. Yəni bu marketin qalxması üçün çox güclü bir təsdiq idi. Və yaxud da digərlərində. Burada da bir fərqli nümunə. Yenə qalxış yönlü nümunədir. Burada nə görürük? Market orijinal bir konsolidasiya edib. Sonra akkumulasiya 1, akkumulasiya 2 etdikdən sonra 15M, bu yəqin ki 1M qrafikdir. 15M order block, yəni marketin dönə biləcəyi bir səviyyədən reaksiya alıb, sonra buradakı təsdiqlərlə market qalxmağa başlayıb. Bu şəkildə artıq əməliyyata daxil olub, bura qədər apara bilərdik. Burada target mövzusu var, yəni hədəfi hara qədər aparırıq. Burada əslində, gəlin bunu sizə seçimi buraxacaq. Mən ümumi deyəcəm, amma seçim sizdədir. Seçim necə sizdədir? Birinci olaraq bu orijinal konsolidasiyanı high-nə qədər və yaxud da ki düşüş yönlüdürsə ki onu da göstərəcəm. Low-una qədər tutmaq olar. Yəni konsolidasiyanın üzərinə qədər, altına qədər tutmaq olar. Amma burada yeni başlamısınızsa və hələ də ilkin mərhələdəsinizsə standart olaraq, mexaniki olaraq hər biriniz 2R və yaxud da maksimum 2.5, 3R tutmağınız yəni daha çox tövsiyə edirəm. Niyə? Çünki burada errorləri böyütmək, təbii ki, errorləri böyütməyin avantajı varmı? Var, az risklə böyük qazanc. Amma burada mövzu hələ ki o deyil. Mövzu sizin bu modeli tam mənimsəməyinizdir. Strategiyanızı formalaşdırmaqdır. Sizin hələ ki, sizin dildə ümid edirəm ki, bəlkə bir modeliniz yoxdur. Bir ümumiyyətlə qrafikə baxdıqda necə baxacağınızı bilmirsiniz. Hər hansı bir şeydən əməliyyata girməyə çalışırsınızsa, bir modeli mənimsəyin. Deyin ki, tamam, bu artıq mən bunu başa düşdüm. Ondan sonra hədəflərinizi, errorlərinizi hamısını böyüdərsiniz. Çünki böyütməyiniz üçün də dediyim kimi, onsuz Power of 3 olsun, model olsun, bir-bir hamısının praktikasında göstərəcəm. Bunda mən Power of 3-də daha çox istifadə edirəm. Aha, bir də qızılda. Burada gördüyünüz kimi, yenə market structure shift gətirib, yəni bir qırılım gətirib. Bunu paylaşmamışam mən YouTube-da, market structure shift mən çox diqqət eləmirəm, amma MSS, daha doğrusu BOS kimi qəbul edir. Yəni, yuxarı yönlü bir swingin qırılması. Bu o deməkdir. Bədən və yaxud da fitildən qırılması. Bədənlə nə qədər sərt qırılsa, o qədər daha gözəldir əslində. Tamam, bu şəkildə. Artıq Market Maker Buy modelində bir nümunədə göstərək deyirəm ki, burada Drawdown Liquidity yazmışam. Bura artıq yəni hədəfləyəcəyimiz yerdə. Orijinal konsolidasiyanın high. Dediyim kimi, amma siz hələ ki 2, 2.5 ya da 3 sar hədəfləməyinizi tövsiyə edirəm. Burada başqa bir mövzuya əslində ehtiyac yoxdur. Aha, əməliyyata necə daxil olacaq?
Orijinal konsolidasiya bazar əvvəlcə dar diapazonunda yığılma fazasına girir. Bu nə deməkdir? Az öncə izah etdiyim, yəni konsolda hərəkətə başlayır. Yəni market hərəkət edən zamanı ya qalxır, qalxan zamanı bosslar yaradaraq və yaxud aşağı yönlü bosslar yaradaraq düşür, düzdürmü? Bilirik ki, market qalxır və yaxud da düşür. Amma burada heç birini eləmir. Market yatay hərəkət edir. Burada gördüyünüz kimi, az öncə göstərdim. Buradakı kimi yatay hərəkət edir. Yəni yatay hərəkətdə davam edir. İkinci olaraq bu sonra manipülyasiya mövzusunda izah edəcəm. Aşağı yönlü, bu qalxış yönlü nümunədir deyə, aşağı yönlü akkumulyativ hərəkətə başlayır. Yəni dediyim kimi, market yatay hərəkətdən sonra təbii ki, çıxış eləyəcək, düzdürmü? Əgər qalxış yönlü biz hekayəmizi quracaqsa, market düşüş yönlü ilk öncə bir çıxış eləməlidir akkumulyasiyadan sonra. Sonra minimum 2 dəfə aşağı sıxışdırma. Bura bayaq izah etdiyim kimi akümülə də deyə bilərsiniz, akkumulyasiya da deyə bilərsiniz. Yəni orada market bir yığılma etsin. Burada gördüyünüz kimi minimum 2 dəfə yığılma etməlidir. Burada gördüyünüz kimi minimum 2 dəfə yığılma etdikdən sonra artıq 3-cü mərhələyə keçirik. High time frame səviyyəsində market önəmli bir səviyyədən reaksiya almalıdır. Burada yüksək, əslində buranı siz oxumanızı tövsiyə edirəm, çünki addım-addım geçsəniz daha yaxşıdır. Önəmli bir səviyyədən FVC order blok, yaxud da hər hansı bir bloklardan və yaxud da ki, IFVC-dən, ümumiyyətlə, önəmli bir səviyyədə marketin reaksiya alması, sonra likvidlik təmizlənməsi. Bax, likvidlik sebeb az öncə izah etdiyim bu nümunə idi. Market burada bir likvidlik təmizləməsi etdikdən sonra harda ama high time frame-də önəmli səviyyədə likvidlik təmizləməsi etdikdən sonra ki artıq biz bilirik ki tamam burayla artıq marketin işi bitdi. Bütün stopları təmizlədi. Qalxış yönlü qırılma gəlməsini gözləyirik. Burada dediyim kimi market structure shift, MSS eyni şeydir. BOS yaxud da BOS necə eyni şeydir? Yəni biri trendin davam etdiyini göstərir, biri trendin dəyişdiyini göstərir. Sadəcə trendin dəyişdiyi market structure shift-in fərqi nədir? Diyelim ki, market qalxan zamanı 1, 2, 3 səbəb boss yaradırsa, düşən zamanı ilk qırılım, qalxır da market, düşüşə keçdisə ilk qırılım market structure shift alınır, sonrakılar artıq, sonraki swing bölgələrin qırılması yenə boss olaraq davam edir. Ona görə ümumi bunu daha mövzu içərisində mövzuya keçməyə ehtiyac yoxdur, boss olaraq qəbul edəsiniz. Təbii ki, bunu seçim sizindir, amma bu şəkildə izah etmək istəyirəm ki, yəni orada çətinə düşməyəsiniz. Təkrar dönüş və giriş entrisi. Burada qırılmadan sonra, yəni burada boss gəldikdən sonra, market structure shift gəldikdən bir qırılma olduqdan sonra əməliyyata girəcək hardan? FVG-dən girə bilərik, qalxış yönlü order blokdan girə bilərik, ümumiyyətlə mitigation blokdan girə bilərik, yaxud da IFVG-dən girə bilərik. Hər hansı bir blokdan artıq entry edə bilərik. Bunların hamısını video halında mən paylaşmışam, entry modelləri. Bu qalxış yönlü nümunə idi. Əslində, bir-iki dəfə nümunədən sonra, müəyyən səviyyədə praktik etdikdən sonra sizə çətin gəlməyəcək. İkinci mərhələ düşüş yönlü market maker bearish modelidir. Burada yenə qrafik görsədək. Aşağı hissədə bir orijinal konsolidasiya yaranır. Orijinal konsolidasiyadan sonra yenə market yuxarı yönlü bir akkumulyasiya hərəkət edir. Bu akkumulyasiya hərəkəti 1, akkumulyasiya hərəkəti 2 olduqdan sonra market gəlir hara? Önəmli bir səviyyə. Yine high time frame-də bir blok ola bilər, high time frame-də bir FVG ola bilər, hər hansı bir blok. Yəni market oradan artıq düşdüyünü gözləyir. Görür ki, oradan düşə bilər. Bir də burada önəmli bir məqam var, onu da deyim, xatırlatma olsun. Zaman keçidləri. Yəqin ki, bunları artıq siz bilirsiniz. Çünki videoda dediyim kimi, mənim bütün videolarım ard-ardan gəlir. Yəni, heç biri bir-birini buraxmaq istəmir. Yəni, bütün dərslər puzzle kimi düşünün. Digər dərs onu tamamlayır. Bir dərs digərini tamamlayır. Bu dərsdə əvvəlki dərsdə öyrəndiyiniz zaman keçidləri var idi. Yəni, bir-birini təsdiqini verən zaman keçidləri. Misal üçün, burada siz əməliyyat almaq istəyirsə, önəmli səviyyə dediyimiz yerdə, deyəlim ki, 4 saatlıq bir blokdursa, siz burada 15-əmə keçməlisiniz. 15-dən bir blokdursa, 1-əmə keçməlisiniz. Saatlıq bir blokdursa, FVG-dirsə, 5 dəqiqə keçməlisiniz. Artıq bunları bilirsiniz. Burada yenə aşağı yönlü bir təsdiq gəldikdən sonra, burada market structure shift ola bilər, bir qırılma ola bilər, IFVG ola bilər, bir blokun yaranması ola bilər, boss ola bilər. Bu tipli qırılmadan sonra artıq biz əməliyyata daxil olub, orijinal konsolidasiyanın dibinə qədər marketimizi apara bilərik. Burada yenə bir qrafikdən bir nümunə var. Market burada bir orijinal konsolidasiya eləyib, sonra akkumulyasiya 1, akkumulyasiya 2, sonra burada 4 saatlıq FVG-ni test edildikdən sonra ki, bu 15M qrafik yəqin ki, burada bir likvidlik təmizləməsi eləyib, turtle soup yaradıb, likvidity sivib elədikdən sonra market burada FVG-dən artıq əməliyyata daxil olub.
divə qədər aparmaq olardı. Yaxud da buranı dediyim kimi 2R, 2.5, 3R-a qədər saxlaya bilərsiniz ilkin başda. Sonradan artıq errorlərinizi böyüdə bilərsiniz. Millət, Market Maker modelinin, yəni qısa nəzəri izahı budur. Mənim fikrim bura qədər. Siz istəsəniz, təbii ki, istəsənizdən də əlavə tövsiyə edirəm, keçin ICT-nin dilindən izahına da fikir verin. Çünki hər hansı bir məlumatı ana orijinal mətndən götürüb fərqli bir yerə köçürdəndə istər-istəməz qırılmalar olur. Bu da çox normaldır. Çünki onun izah etmə qabiliyyəti fərqlidir, mənim izah etmə qabiliyyətim fərqlidir və o işi daha dərindən bildiyi üçün ola bilsin o daha orada xırda bir primitiv söz keçə bilər ki, onu mən istifadə etməmişəm. Mənə görə o diqqətli alınacaq bir şey olmayıb, amma halbuki bəlkə də çox vacib bir məqamdır. Tam fərqli də ola bilər ki, mən burada daha fərqli bir mövzuya toxunmuşam. Ona görə siz burada yenə də izlədikdən sonra orada alt yazılımda çox rahat şəkildə çevirmək olur. Tamam millət, Market Maker modelinin birinci hissəsi bu qədər. Bunlarla bağlı suallarınız varsa mütləqdir ki, yorumlara yazın, bilin. Həftənin sonudur, düzdürmü? Bugün 6-cı gündür. Sabah yaxud da bugün Telegramda yenə bunun bir praktikasını edəcəyik. Telegram kanalımıza gəlməyinizə hamınızı tövsiyə edirəm. Videonun açıqlama hissəsində olacaq. Orada bir axşam yaxud da gündüz vaxtı bilmirəm bir praktikası olacaq. Bu birinci hissə, nəzəri hissə. Praktika hissəsində yenə də videosunu paylaşacağım. Hər biriniz izləmədə qalan, Allah amanında var olun.